Əqli qüsurlu insan cənnət əhlidir. Necə ki, hədisdə gəlir, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, 4 qism insan qiyamət günü Allah təala bunları yenidən imtahan edəcək. Yəni bunların Allah qatında üzrü olacaq, üzrlü sayılacaq. Onlardan biri axıl qoca, yəni İslam gəldikdə çox axıl qoca olan, yaşlı. İkincisi əqli qüsurlu olanlar. Üçüncüsü lal və karlar. Dördüncüsü isə ümumiyyətlə heç bir İslam gedib çatmayan insanlar. Yəni fitrət üzərində ölən insanlar. Bu 4 qrup insanı necə ki, hədisdə gəlir, Allah təala qiyamət günü bunların ağlını qaytaracaq və s. və qocaya deyəcək ki, nə üçün İslamı qəbul etmədin? Deyəcək ki, ey Rəbbim, İslam gəldi, mən axıl qoca idim, yəni dərk etmirdim. Əqli qüsurlu insan deyəcək ki, ey Rəbbim, mənim ağlım başımda deyildi. Kar lal deyəcək ki, mən kar və lal idim və İslam çatmayan insan deyəcək ki, mənə İslam gəlib çatmadı. Və hədisdə gəlir ki, Allah təala cəhənnəmdən bir boğaz çıxardacaq və deyəcək ki, indi siz məni gördünüz, düzdürmü? Əgər mənə iman gətirmisinizsə, o zaman özünüzü atın o da. Və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, bu halda kim ki özünü atacaq, onlar yəni cənnət əhlidir. Amma kim ki atmayacaq, demək Allahın onlara bədbəxtlik yazdığı, yəni cəhənnəm əhli olan insanlar.